Salam müəllimlər, hər vaxtınız xeyir. Bugünkü dərsimiz təhsil verənlərin etik davranış qaydalarıdır. Qısa izah vermək istəyirəm bu haqda. Təhsil verənlərin qarşısına müəyyən prinsiplər qoyulub, qaydalar qoyulub. Bəs məqsəd nədən ibarətdir? Məqsəd ondan ibarətdir ki, müəllimlər təhsil müəssisələrinə belə deyək, təhsil müəssisələrinə inamın artırılması üçün, müəllimin fəaliyyətinə inamın artırılması üçün və yaxud da müəssisələrdə səmərəliyin artırılması, şəffaflığın artırılması, korrupsiyaların aradan qaldırılması və s. məsələlərlə bağlı etik davranış qaydaları müəyyənləşdirilmişdir. Bunlardan ilk öncə qanunçuluqla başlayaq. Adı da üstündədir, yəni üzərindədir. Burada nə deyilir? Təhsil verən əmək funksiyasının icrası zamanı Azərbaycan Respublikasının konstitusiyasına, qanunlarına və yaxud da ki, tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və ya digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinə əməl etməlidir. Bunu nümunələrlə başa salaq ki, müəllim qanundan kənarda hərəkət etməməlidir. Yəni, gördüyü işi qanundan kənar etməməlidir. Qanunsuz fəaliyyətlərə yol verməməlidir. Necə? Misal üçün, belə deyək də, nümunələrlə başa salsaq, misal üçün, müəllim kredit götürübsə, kreditini vaxtında ödəməlidir. Əgər ondan boyun qaçırarsa, bu artıq qanunçuluq prinsipinə ziddir. Və yaxud da ki, müəllimin deyək ki, 3 saat dərsi var gün ərzində. Müəllim bu 3 saatının 1 saatını dərs deyib, digərini daha gedib dincəlməli, yəni belə bir şey yoxdur. Çünki artıq o qanunsuz sayılır. Yəni qanunda nə var? Yəni bugün sən dərsini keçməlisən və ona görə də maaşını almalısan. Yəni bu qanuna uyğun tənzimlənir. Amma müəllim tutalım ki, 1 saat dərs deyir, 2 saatda yəni dərsini demir. Yəni belə bir şey yoxdur. Yəni bu artıq qanunsuzluğa yol vermiş olur ki, bu zamanda qanunçuluq prinsipi pozulur. Və İkinci, yəni ümumiyyətlə yenə deyirəm, qanunla bağlı olan, hüquqlarla bağlı olan məsələlər qanunçuluğa aiddir. Gəlir ikinci, bir dəqiqə. Vicdanlıq, yəni vicdanlı davranış prinsipidir. Burada deyir, təhsil verən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Burada açar söz olaraq keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcluduğunu götürə bilərik və təhsil verən hər bir şəxs üçün vicdanlı nümunəsi olmalıdır. Yəni, bunu da yenə adı üstündədir ki, müəllim bir insan olaraq vicdanlı olmalıdır. İstər onun şagirdin qiymətinin verilməsində də, istər dərs keçməsində də, keyfiyyətli təhsil verməsində də, yəni vicdanlı davranmalıdır. İşini keyfiyyətlə yerinə yetirməlidir. Yəni, buradan bunu da deyə bilərik ki, müəllimlər, bu xarakterlə bağlı olur, vicdanlılıq xarakterlə bağlıdır. Misal üçün, bəzən elə müəllimlər ola bilər ki, dərs saatının bir dəqiqə, maaşının azlığını, yəni maaş azdır, ona uyğun dərsi, necə deyim, keyfiyyətsiz keçə bilər ki, misal üçün, mən nə maaş alıram ki, nə də dərs keçəm. Yəni, bu artıq vicdanlı davranışa ziddir, vicdanlılığa ziddir. Və yaxud da ki, müəllim təkcə dərsliklərlə, yəni məktəbdə verilən dərsliklərlə kifayətlənməməlidir. Əlavə vəsaitlərdən də istifadə etməsi vicdanlıq prinsipinə aiddir. Və yaxud da ki, tutalım ki, musiqi müəllimi var, indi məktəblərdə var, yəni işləyirlər. Musiqi müəllimi olsun və yaxud şahmat müəllimi olsun. Yəni, musiqi alətini sinifə gətirməsi, yəni təkcə kitabla, dərsliklə kifayətlənmir. Alətləri sinifə gətirməsi, onun üzərində göstərməsi, yəni əlavə vəsaitlərlə təmin etməsi də vicdanlı davranışa nümunə ola bilər. Sonra üçüncü gəlir, loyallıqdır ki, loyallıq sözünün mənası müəllimlər sadiqlik deməkdir. Sadiqlik deməkdir. Bu loyallığa aiddir. Loyallıq sözü sadiqlik deməkdir. Deyir, təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və ya digər təhsil müəssisələrinin, dövlət orqanlarının, rəhbərliyin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mübahisələrdən, çıxışlardan çəkinməlidir. Yəni, əsassız şəkildə
durub kiminsə haqqında, lori dildə desək, yəni şər böhtan xarakterli danışması artıq loyallıq prinsipinə ziddir. Bu əgər əsaslı fikirlər səsləndirirsə, qanuna zid hərəkətləri deyək ki, əsaslı şəkildə əsaslandırırsa, bu heç, yəni bu ayrı məsələ. Amma ki, əsassız şəkildə danışırsan, şər böhtan xarakterli, qeybət xarakterli, bu artıq loyallıq prinsipinə ziddir. Misal üçün, işlədiyiniz təhsil müəssisəsində durub bilib-bilmədən direktor haqqında yalan yanlış danışmaq, şər böhtan xarakterli danışmaq artıq loyallıq prinsipinə ziddir. Və yaxud da ki, həmkarlarınız barədə ki, falan kəs müəllim yaxşı dərs keçmir, ancaq yalandan gəlir, gedir. Yəni bu kimi mübahisələrdə bulunmaq, yəni əsassız şəkildə bu artıq loyallıq prinsipinə zidd olur. Və bir də nə deyir? Təhsil verən öz fəaliyyəti ilə bağlı bir dəqiqə. Media, sosial şəbəkə çıxışlarda çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir və yaxud da ki, yenə dedik, xələl gətirməməlidir. Loyallıqda bir xələl sözü də var ki, təhsil alan işlədiyi təhsil müəssisəsinin və yaxud da ki, müəllim adına xələl gətirməməlidir. Yenə də qısa desək, loyallıq dedik, sadiqlik deməkdir. Şər böhtan xarakterli çıxışlardan uzaq durmalı. Adətən görürsünüz ki, müəllimlər var ki, indi MİQ imtahanına gedir və yaxud sertifikasiyaya getdikdə zəif yazdıqda başlayırlar ki, suallar çox çətin idi, belə idi, elədi. Yəni, üzərində çalışmayıb, işləməyib, əsassız şəkildə fikirlər bildirir. Ki, yəni, şər böhtan xarakterli sadədə, yəni suallar çətin idi. Halbuki sən özün çalışmamısan. Yəni, bu cürdə danışıq loyallığa aiddir. Sonra dəqiqə. Növbəti mədəni davranış prinsipidir. Mədəni davranış. Təhsil verəndir, təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli olmalıdır, təmkinli olmalıdır. Sonra fəaliyyəti ilə bağlı iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və ondan nəticə çıxarmalıdır. Və bir də təhsil verən xarici görkəmi, geyimi, çalışdığı təhsil müəssisələrinin daxili intizam qaydalarına uyğun olmalıdır. Müəllimlər, bura nələr aiddir mədəni davranışa? Dedik, təhsil verən istəyir şagirdlə, istəyir həmkarlarla nəzakətli davranmalıdır. Danışığında və yaxud da onlarla münasibətdə təmkinli olmalıdır. Durub, yəni həmkarları ilə nəyinsə üzərində mübahisə etməsi, dalaşması, bu artıq mədəni davranışa ziddir. Və yaxud da ki, təhsil alanlarla bağlı. İndi bəzən zarafat da olsa müəllim uşaqlara keysən, heç nə bilmirsən, səndən bir şey olmaz və yaxud da ki, key xanım, yəni bu kimi ləqəblər taxması, bu kimi sözlər deməsi mədəni davranışa ziddir. Hətta müəllim səs tonuna fikir verməlidir. Səs tonunun yüksəlməsi belə mədəni davranışa zidd olacaq. Daha sonra deyirik ki, təhsil verən tənqidi fikirlərə hörmətlə yanaşmalıdır, iradlara, yəni iradlardan nəticə çıxarmalıdır. Ola bilsin valideyn və yaxud da direktor və yaxud da həmkarları onun işində iradlar bildirə bilər və yaxud da ki, tənqidi fikirlər səsləndirə bilərlər. Bu zaman nə etməlidir? Müəllim təbii ki, yenə də öz sakitliyini qorumalı və tənqidlərdən, iradlardan bir nəticə çıxarmalıdır. Amma bunu təhqirlə qarşılaşdırmayaq ki, müəllim təhqiri daha durub göz yummalı deyil. Lazım olarsa, indi valideyndir, ola bilər gələr təhqir eləyər, səsini yüksəldə bilər. Yəni, çalışmalıdır, sakitçiliklə bunu yola versin, düzəltsin. Yox, artıq yəni, bu davamlı şəkildə olduqda yuxarı orqanlara və ya direktora yəni, bildirməlidir. Yəni, belə deyək də, yəni, müəllim tənqidlərə açıqdır, təhqirlərə xeyr, yəni təhqirləri özünü müdafiə etməlidir. Sonra təhsil verən xarici görkəmi geyimi. Bəli, müəllim geyiminə səliqəli olmalıdır, saç düzümüdür, geyimdir, xarici görkəmdir. Yəni bunların hamısına və daxili intizam qaydalarına da uyğun olmalıdır. Sonra növbəti keçək 5-ci qərəzsizlik. Qərəzsizlik təhsil verən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalıdır. İrqindən və yaxud da cinsinə görə, sosial mənşəyinə görə, yəni təhsil alanlar arasında
qərəzli yanaşmamalıdır, fərq qoymamalıdır. Oğlanla qız arasında bəzən olur ki, müəllimlər qızları mənim qızlarım, nə bilim, yəni beləsinə o tərifləməsi, oğlanlardan ayırması belə qərəzsizlik prinsipinə ziddir. Və yaxud da ki, ola bilsin ki, sinifdə başqa millətlərdən olan uşaq var, müəllim onun digər uşaqlar arasında fərq qoyursa, yəni ayrı seçkilik qoymaq, fərq qoymaq qərəzsizlik prinsipinə ziddir. Və yaxud ola bilər ki, sinifdə oxuyan uşaqların hər hansısa birinin valideyni ilə müəllimin arasında soyuq münasibət var. Əgər müəllim o münasibəti sinifdə şagirdə yansıdırsa, demək qərəzsizlik prinsipini pozmuş olur. Belə. Daha sonra bir də təhsil verən deyir özünün maraqlı şəxsləri, mənafelərinin, vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna da şərait yaratmamalıdır. Və növbəti ictimai etimaddır. İctimai etimaddır. İctimai etimad, yəni ictimaiyyətdə müəllim deyəndə hər kəs ona hörmət göstərir, ona inamı var. Burada nə deyilir? Deyir, təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını şərəf və ləyaqətini uca tutmağa borcludur. Təhsil verən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün lazımi tədbirlər görməlidir. Və təhsil verən çalışdığı təhsil müəssisələrinin və rəhbərliyin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru məlumatlar almasına köməklik, yəni media nümayəndələrinə doğru, düzgün məlumat verilməsinə kömək göstərməlidir. İndi gələk buna, yəni nümunələrini izah edək ki, tutalım ki, müəllim hər hansı bir TikTok səhifəsi açıb, orada canlı açıb, yəni müəllim adına uyğun olmayan fikirlər ümumiyyətlə səsləndirməsi, yəni TikTok səhifəsində uyğun olmayan videoları yerləşdirməsi, bu artıq ictimai etimada ziddir. Misal üçün deyək ki, rəqs etməsidir. Yəni hər kəs azadlığını deyər ki, yəni bu da müəllimdir, insandır, yəni hər şey edə bilər, amma yəni müəyyən çərçivə var da, yəni onda bir mənalı qarşılanmır. Əgər bir mənalı qarşılanmırsa, demək ictimai etimada ziddir. Və yaxud da ki, hər hansı bir davranış pozuntusu edərsə, müəllim onu tez bir zamanda aradan qaldırmalı və hər kəsin inamını bərpa etməlidir. Yəni bilmədən ola bilər ki, nə isə səhv edə bilər, bilmədən və tez onu düzəltməlidir. Onun özü də ictimai etimada aiddir. Misal üçün nə deyə bilərik ictimai etimadda? Yəni əgər müəllimin belə deyək də zərərli bir vərdişi varsa, əgər valideynlər də ondan narazıdırsa, demək müəllim valideynlərin etimadını qırıb, özü də yenə nümunə ola bilər ictimai etimada. Və bir də deyir ki, media nümayəndələrinin doğru məlumatlandırılmasına kömək etməlidir. Ola bilsin ki, məktəbdə hər hansı bir hadisə baş verib, şagird hər hansı deyək ki, bir bullying hadisəsinə məruz qalıb. İndi görürsünüz, televizorlarda, biz sosial şəbəkələrdə bunlarla rastlaşırıq, nə yazıq ki. Amma yəni müəllim bu barədə doğru məlumatlandırmalıdır, o kütləvi informasiya vasitələrinə doğru düzgün məlumat çatdırmalıdır. Bu da yəni ictimai etimada nümunə ola bilər. Daha sonra və yeddinci odur ki, yəni uzun da adı, insanların hüquq, azadlıq və qanun maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət. Yəni götürəndə insana hörmət deyə bilərik bu prinsipədə. Deyir, təhsil verən insanların hüquq və azadlıqlarını, qanun maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməlidir və hərəkətlərə yol verməməlidir. Və təhsil verən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsil alanların, onların valideynləri, hələ həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyaların məxfiliyini təmin etməlidir. Demək, burada yəni götürəndə çox şey var. Yəni bir konfidensiallıq da bunun tərkibindədir. Yəni müəllim gizliliyi qorumalıdır. İstər təhsil alanla bağlı olsun, istər həmkarları ilə bağlı olsun. Yəni tutalım ki, həmkarlarının ailəsində hər hansı bir problem var. Bu məlumdur bu digər müəllimə
və əgər müəllim onu eşitdiyi zaman gedir digər müəllimlərin başlayır, yəni o sözü yaymağa, bu artıq, yəni bu prinsipin, 7-ci prinsipin insana hörmət deyək, yəni bu prinsipin pozulmasına gətirib çıxarır. Yəni məxfiliyi qorumalıdır, konfidensiallığı gözləməlidir və bir də bura bundan əvvəl peşəkarlıq fərdi məsuliyyət vardı ki, bax ora aid olanlar da bu 7-ci prinsipə aiddir. Yəni vəzifələrə aiddir, müəllimlərin vəzifələri. O da bura aiddir. Yəni insan hüquqlarına, maraqlarına, şərəf ləyaqətinə hörmətlə yanaşmalıdır. İstər təhsil verən, yəni insanların hüquqlarını və yaxud təhsil alanların hər hansı yəni bir hüquq pozuntusu olarsa, onun qarşısını almalıdır. Misal üçün deyək ki, şagird məktəbdə bullyingə məruz qalıbsa, təbii ki, müəllim ona göz yummamalıdır. Onun qarşısını almalıdır, azadlıqlarını qorumalıdır, onların müdafiəsində iştirak etməlidir. Və nə qaldı burada? Həmkarların şəxsiyyətin və bir də konfidensiallıq. Bəli, daha burada yəni başqa bir şey yoxdur. Əsasən insana hörmət dedik, konfidensiallıq tərkibindədir, gizliliyin qorunmasıdır. Müəllim ona məlum olan məsələləri durub orada-burada yaymamalıdır. Misal üçün, bax, bu da ola bilər. Deyək ki, iclas keçirilir, pedaqoji şura keçirilir. Tutalım ki, müəllimin biri zəif yığıb, durub direktor onu hər kəsin yanında, filan kəs müəllimdə bu qədər bal yığıb bizim məktəbdə. Yəni, bu hər kəsin yanında, hər kəsin içində deyiləcək deyil. Çünki yəni düzgün deyil, konfidensiallığı pozmuş olur. Yəni 7-ci prinsipi.